Salam, bugünkü dərsimiz izoproseslərdir. İndi izoproseslərin izahlarına baxırsınız. Nə deməkdir izoproseslər? Parametrlərin biri dəyişməz qalmaq şərti ilə baş verən proseslər. Yadınızdadırsa biz deyirdik ki, PV bölünsün T konstant, yəni sabit qalır. Bax, bu üç dənə cəmiyyətdən arasında biri sabit qalaraq digər ikisinin arasındakı əlaqəni keçirik indi. Başlayaq elə ilk izoproses olan izotermik prosesdən. İzotermik prosesə Boyle-Mariotte qanununda deyirlər. Bax, bu adları əslində önəmsiz hesab eləsək də çox vacibdir. Sualların içərisində düşür. Hətta miqdə də səhv eləmirəmsə düşmüşdü bir dəfə. Ona görə bax bu deməli izoproseslərin adlarına uyğun, bax bu hansı alim tərəfindən kəşf olunduğu, onu da öyrənsəz yaxşı olar. Sonra izotermik proses nə deməkdir? Temperaturun sabit qaldığı proses. Temperatur sabit qalırsa, ümumiyyətlə ideal qazlarda kinetik enerji asılıdır birbaşa nədən? Temperaturdan. Əgər temperatur sabit qalırsa, deməli kinetik enerji də sabit qalır. Sonra keçirik indi P və V-nin arasındakı asılılıqdan. İzotermik proseslərdə PV sabit qalırsa, deməli bu ikili aralarında sabit qalması üçün birini artıranda digərini azaltmaq lazımdır ki, bu vəziyyət sonuc sabit qalsın. Ona görə temperatur sabit qalanda P ilə V öz aralarında tərs asılı olmuş olur. İndi burada adlandıraq gəlin, adlarını necə deyə bilərik? Məsələn, deyək ki, həcm azalırsa, təzyiq artırsa, onda deyərik ki, izotermik sıxılma. Çünki niyə? Həcm azalır axı. Və yaxud da əksinə, həcm artır, təzyiq azalırsa, onda deyirik ki, izotermik genişlənmə. İndi gəlin bunun qrafik formasında baxaq. Bəs qrafikləri necə olur? PV qrafikində, bax qrafiklərinə bax belə əyri formada olur. Axı bir-biri ilə tərs asılıdır. Bax belə izoterm əyriləri deyirlər buna. İndi burada məsələn birincidə temperaturu T1 götürsək, ikincinin temperaturunu T2 götürsək, düzdür, temperatur sabitdir, dəyişmir, ancaq hərəsinin özünə məxsus temperaturu var axı. Onda bu sıfırdan uzaqda. Bax, uzaqdakı T2 temperaturu hər zaman böyük olur yaxındakı T1 temperaturdan. Yəni bu əyrilərdən neçə dənə olursa olsun, uzaqdakı temperatur daha böyük olur yaxındakı temperaturdan sıfıra. Bu da oldu PV izoterm əyriləri deyək də. İndi gəlirik izotermik prosesdə sıxlıqla konsentrasiyaya. İzotermik prosesdə sıxlıqla konsentrasiya təzyiqlə düz, həcmlə tərs asılıdır. Necə? P1 bölünsün P2-yə bərabərdir ρ1 bölünsün ρ2-yə, yəni sıxlıq. Sonra, indi gəlin həcmlə yoxlayaq. V1 bölünsün V2-yə, həcmdən artıq tərs asılıdırlar. Bölünsün ρ2 bölünsün ρ1-ə. Sonra izotermik proseslərdə bir dənəyə fikir veririk. Kinetik enerjini dedik. İndi gəlin sonuncu bir PV arasındakı asılılığı da yazaq. P1 bölünsün P2 bərabərdir. V2 bölünsün V1. Niyə? Çünki bir-biri ilə tərs asılıdırlar. İndi gəldik izobar prosesə. İzobar proses nə deməkdir? İzobar prosesdə təzyiq sabit qalır. İzobar prosesə Gey-Lussak qanununda deyirlər. Yenə deyirəm, bu qanunları da yaxşı bilin, hansının adı nədir? O mütləqdir, suallar düşə bilir. Sonra gəlirik izobar prosesə. İzobar prosesdə deməli P sabit qalır. İndi görək V ilə T. V ilə T bir-biri ilə düz asılı olur. Baxın, indi bu sistem V bölünsün T sabit qalmalıdır, düzdürmü? Ona görə, məsələn, V-ni azaltdıq, deyək ki, məcburuq T-ni də azaldıq ki, nəticə sabit qalsın. İndi burada deməli asılılığı necə yazırıq? V1 bölünsün V2 bərabərdir. Düz asılı olduğu üçün T1 bölünsün T2 kimi yazırıq. Burada baxırıq nəyə? Bir də adlandırmasına. İzobar proseslərdə, məsələn, deyək ki, həcm artırsa. Axı həcm artanda temperatur da artır. Ona görə buna belə də deyə bilərik. İzobar genişlənmə. Həcm artır, axı genişlənir. Və ya izobar qızma. Hər ikisi onsuz da eyni prosesdir, eyni şeydir. Sonra əgər həcm azalırsa, deməli temperatur da azalır. Onda bunu necə adlandıracağıq? İzobar sıxılma da deyə bilərik, izobar soyuma da deyə bilərik. Hər ikisi yenə də eyni şey deməkdir.
İndi gələk qrafiklərə. Baxaq, izobar deyirsə, hamısını yazdım. İzobar deyirsə, təzyiq temperaturla da dəyişmir. Görürsüz, təzyiq bu cür qalır. Burada məsələn təzyiqlə deyək ki, həcmi götürək. Burada da təzyiq nə edir? Dəyişməz qalır. Əgər baxın oxun işarəsi bu cürdürsə, bu o deməkdir ki, temperatur artır, ancaq təzyiq dəyişmir. Onda nə deyirik buna? İzobar qızma deyirik. Və ya əksinə geri çevirək indi. Əgər azalırsa, oxlar sol tərəfədirsə, onda deyirik izobar soyuma. Həmçinin həcmlə olanda. İndi əgər həcm artırsa, deyirik izobar genişlənmə, həcm azalırsa, izobar sıxılma. Deyək ki, bunlar eyni şeydir həm də. Sonra gəlirik deməli T ilə V-nin arasındakı asıllığa baxaq. Əsas məsələ budur. Baxın, T ilə V-nin arasındakı asıllıq düz asıllıq olacaq. Temperaturla həcm. Bunlar əgər artırsa da birlikdə artacaq, azalırsa da birlikdə azalacaq. Nə zaman deyə bilərik ki, bu izobar prosesdir? Əgər bu xətt ortadakı xətt sıfırın üstündən keçirsə. Əgər bax buradan belə bir keçirsə, deməli biz buna izobar proses deyə bilmərik. Görürsüz, çünki sıfırdan keçmir və ya buradan keçirsə. Mütləq nə etməlidir? Sıfırdan keçməlidir. İndi əgər belə bir proses görsək, qrafik çəkirik burada bir dənə. Demək, bu olsun T, bu da olsun V. Bax, buradan 2 dənə xətt çəkirik. Hər ikisi başlanğıcdan sıfırdan keçir deyə bilirik ki, ikisi də izobar prosesdir. Bəs yaxşı, harada təzyiq daha böyük olar? P1 böyük olarmı, yoxsa P2 böyük olar? Hər zaman T-nin yanındakı daha böyük olur. Deməli, hansı böyükdür? P1 böyükdür P2-dən. Bax, burada məsələn, yerini dəyişsək T ilə V-nin deyək ki, əgər burada V, burada T yazsaq, bu zaman P2 böyük olacaq. Yəni, T-nin yanında olan təzyiq digərindən böyük olur. Və bu eyni xəttin üstündə də hər yerdə təzyiqlər bir-birinə bərabər olur. Sonra izobar prosesdə indi gəlirik sıxlıqla, konsentrasiya ilə temperaturun, həcmin arasındakı asılılığa baxırıq. Sıxlıq və konsentrasiya hər zaman nə idi? Həcmlə tərs asılı idi. Əgər izobar genişlənmədirsə, deməli nə edib? Həcm artıb. Həcm artıbsa, deməli sıxlıqda, konsentrasiyada azalıbdır. Və yaxud da həcmlə tərs asılıdır. Həcmlə tərs asılıdırsa, deməli elə temperaturla da tərs asılıdır. Çünki bu ikili bir özü aralarındakı düz asılıdır. Ona görə izobar prosesdə sıxlıq, konsentrasiya hər ikisi həm həcmlə, həm də temperaturdan tərs asılıdır. Hətta asılılığı yazmalı olsaq, ρ1 bölünsün ρ2 desək, bərabər olacaq T2 bölünsün T1-ə və yaxud da ki, V2 bölünsün V1-ə. Bəs qrafikləri necə çəkərik? Məsələn, deyək ki, sıxlıqla temperaturun arasındakı qrafikə baxsaq, izobar prosesdən söhbət gedir. Onda gəlin qrafiki də göstərin. Bu olsun sıxlıq, bu da olsun temperatur. Qrafikdə tərs asılı olacaq, gördünüzmü? Və gəlirik üçüncü izoxor prosesə. İzoxor prosesə bəs ikinci adı nə olacaq? Şarl qanunu. Bəs izoxor prosesdə isə V həcm sabit qalır, dəyişmir. P ilə T isə öz aralarında düz asılı olmuş olurlar. Əgər P artsa, təzyiq artsa, deməli temperatur da artır, təzyiq azalsa, deməli temperatur da azalmış olur. Bəs adlandırmasını necə adlandıraq? Məsələn, deyək ki, temperatur azalırsa, onda deyirik ki, izoxor soyuma və ya temperatur artırsa, deyirik ki, izoxor soyuma. Fərqi yoxdur, burada bizə temperaturu verməyib. Laf deyək ki, təzyiqi veribdir. Təzyiq artırsa, onda onsuz da bilirik ki, temperatur da artacaq. Deməli, bu olacaq izoxor qızma. Təzyiq azalırsa, bu da olacaq izoxor soyuma. Bəs yaxşı, V-nin sabit olduğu, həcmin sabit olduğu halda
sıxlıqla konsentrasiya necə dəyişəcək? Əgər həcm sabitdirsə, deməli sıxlıq da, konsentrasiya da sabit qalır, dəyişmir. Yəni bunlar nə temperaturdan asılı olmur, nə də təzyiqdən asılı olmur. Mütləq şəkildə hər ikisi neynir? Sabit qalır. Hətta asıllıq qrafikləri versə, izoxor söhbəti varsa və ya həcmin sabit qiymətində deyirsə, onda sıxlıq olsun ya da konsentrasiya olsun, asılı deyil götürəcəyik. Temperaturdan da, təzyiqdən də. Bax, qrafiklərdə də bu cür götürürük. İndi gələk nəyə? Adlandırmanı da dedik, Rho-nu, V-ni də dedik. Məsələn, bu qədər.